Herkese salam, kanalıma hoş gelmişsiniz. Blogger Nəzrin sosyal medya hesabında yepyeni video görüntüler paylaşıb. O, anası xalq artisti Mələk xanım Əyyubovanın evində yeni ili qarşıladıkları video görüntüləri paylaşıb. Onun paylaşımı hər kəs tərəfindən maraqlı qarşılanıb. Həmin foto və videoları sizlərə təqdim edirəm. Videonu izləyib, xoş sözlərinizi yazıb dəstək olmaq üçün kanalımıza abunə olub, videonu bəyənib yaxınlarınızla paylaşmağı unutmayın. Ne geçiyor birinciler? Neyse, çimansı koyalım. Başım çatladı. Yola verək. İnşallah 2026-cı il düşünürəm ki, uğurla gedək inşallah 2026. Vişne başqa, vişne də var, bu da var. Gedək. Əla. Hazır mı? Hər yeni il olduğu kimi bu ildə bayramı ailəmizlə birlikdə qeyd edirik və təbii ki, süfrəmizdə hər zamanki kimi Central Bakery-nin soyuq qəlyanaltıları yer alırdı. İstər bilinçikləri, çuduları, salatları, istər paşte, toyuq ləvəngisi, hamısı bir-birindən dadlı və ləzzətli idi. Siz də özəl günlərinizi onlara əmanət etsəz yanılmayacaqsınız. Bir şeyden daha